Xəbər verdiyimiz kimi sentyabrın 28-i Buzovna qəsəbəsində baş vermiş ağır yol qəzasında 27 yaşlı Aydın Gülağaoğlu Nəcəfov həlak olub. Belə ki, idarəetmədən çıxaraq hasara çırpılan BMW markalı avtomobilin sürücüsü hadisə yerindəcə ölmüşdü. Qeyd edək ki, daha əvvəl hadisə anı əks etdirən görüntülər də yayılmışdı. Görüntülərdən məlum olur ki, sürətlə hərəkətdə olan avtomobil manevr edərkən sürücü nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq Səkiyə doğru istiqamətlənib. Faciəvi şəkildə həyatını itirən gəncin fotolarını sizlərə də təqdim edirik. Allah rəhmət eləsin.